Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan edib. Bu barədə Niderland hökuməti bəyanat yayıb. Bəyanata görə Rusiya öz hərəkətləri ilə beynəlxalq mülki aviasiya haqqında Chicago Konvensiyasını, xüsusilə də uçuş zamanı mülki hava gəmilərinə qarşı silah tətbiqini qadağan edən müddəanı pozub. Yaxın həftələrdə Beynəlxalq Mülki Aviasiya Təşkilatı Şurası Rusiyanın zərəri necə ödəməli olduğu məsələsini nəzərdən keçirəcək. Qeyd edək ki, Malayziya Hava Yollarına məxsus Boeing 777 təyyarəsi 2014-cü ilin iyulunda Ukrayna üzərində vurulub. Nəticədə 298 nəfər ölüb. Bu təyyarə qəzası tarixdə qurbanların sayına görə ən böyük 10 qəza sırasına daxildir. Rusiya Prezidenti Vladimir Putinin günün sonuna qədər Ukraynada atəşkəs təklifinə cavab verməlidir. Buna Almaniya hökumətinin sözcüsü Stefan Kornelius deyib. Berlin vaxtın getdiyi barədə xəbərdarlıq edib. Moskva bu tələbi qəbul etməsə, yeni sanksiyalara hazırlıqlar başlayacaq. Hindistan iyulda Ermənistana Akash Zenit raket kompleksinin ikinci partiyasını göndərəcək. Ötən il noyabr ayında Hindistan Ermənistana Akash raketlərinin ilk partiyasını göndərmişdi. Raketlərin satışı Hindistan və Ermənistanın 2022-ci ildə imzaladığı müqaviləyə əsasən həyata keçirilir. 710 milyon dollar dəyərindəki müqaviləyə əsasən Ermənistan Hindistandan 15 Akash raket kompleksi almalıdır. Ermənistan bu raket sistemlərini alan ilk xarici ölkədir. Akash raketləri 25 kilometr məsafədəki döyüş təyyarələri, qanadlı raketlər, hava yer raketləri, PUA və digər hava vasitələrini hədəf ala bilir. Hücum xarakterli belə raketlərin alınması Ermənistanın yeni müharibəyə hazırlığı haqqında yayılan məlumatlar fonunda diqqət çəkir. Son dövrlərdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdə müəyyən gərginlik müşahidə olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 9 may qələbə günü ilə bağlı qərarından sonra Rusiyada Vladimir Solovyov başı olmaqla bir sıra rəsmilər, siyasətçilər ölkəmizə qarşı ittihamlar səsləndirməyə başlayıblar. Onların bu ritorikasında əsas hədəf kimi Rusiyada yaşayan əmək miqrantları, xüsusilə də Azərbaycanlılar seçilib. Solovyov son çıxışında Rusiyada yaşayan miqrantların ölkədən qovulmalı olduğunu qeyd edib. Belə olduğu halda miqrantlara təhlükə yaranırmı? Milli Məclisin deputatı Azərbaycan-Rusiya parlamentləri arası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov Global Info.az açıqlamasında qeyd edib ki, son zamanlar Rusiya rəsmiləri tez-tez bu məzmunda bəyanatlar səsləndirir. Bir sıra hallarda bəzi şəxslər məsuliyyətsiz bəyanatlar verirlər. Sovet İttifaqına daxil olan xalqlar bir zamanlar birgə yaşamış və onların bir qismi bugün də Rusiyada yaşayır. Həmin xalqlar Rusiya dövlətinin formalaşmasında, dövlətçilik ənənələrinin qorunmasında və ölkənin inkişafında böyük rol oynayıblar. Buna görə də bu kimi açıqlamaların tez-tez səsləndirilməsi doğru deyil. Hazırda Rusiyanın dünyanın bir çox ölkələri ilə münasibətləri pozulub. Demək olar ki, bütün Avropa ölkələri vaxtaşırı rəsmi Moskva ilə bağlı öz mövqelərini bildirir. İndi isə Rusiya pasivit ölkələri ilə də əlaqələrini korlamağa başlayıb. Əgər bu cür addımlar davam etsə, bu Kreml üçün ciddi zərbə olacaq və nəticədə Rusiya dünyada tək qala bilər. Miqrantlar artıq Rusiyanın cəmiyyətinin ayrılmaz hissəsinə çevrilib. Onlar uzun illərdir bu ölkədə yaşayırlar. Miqrantları tez-tez hədələmək və şantaj etmək düzgün yanaşma deyil. Bu proseslərdən Azərbaycanlı miqrantların da təsirlənməsi mümkündür. Rusiya, Ukrayna Prezidenti Vladimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında birbaşa görüş barədə təklifə hələ də cavab verməyib. Bu barədə Zelenski video müraciətində məlumat verib. Ukrayna həmişə diplomatiyanı dəstəkləyir. Mən Türkiyəyə getməyə hazıram. Təəssüf ki, dünya hələ də atəşkəs ilə bağlı çoxsaylı təkliflərə dair Rusiyadan aydın cavab almayıb. Rusiya atəşi və hücumları davam etdirir. Moskva bütün günü birbaşa görüş təklifi barədə susub. Çox qəribə səssizlikdir. Rusiya hər halda müharibəni bitirməli olacaq və bunu daha tez etmək daha yaxşıdır. Qətilləri davam etdirməyin mənası yoxdur. Zelenski ABŞ lideri Donald Trumpın da belə bir görüşün keçirilməsini tam dəstəklədiyini deyib. O, Trumpın da imkan taparaq İstanbula gəlməsini çox istədiyini sözlərinə əlavə edib.
Qərb Kiyevə hərbi potensialını bərpa etmək və Rusiya ilə qarşıdurmanı davam etdirmək üçün 30 günlük atəşkəsdə israr edər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zakharova deyib. Zakharova daha öncə də Qərbin eyni tələbi irəli sürdüyünü xatırladıb. 2022-ci ildə Almaniyanın keçmiş kansleri Angela Merkel və Fransanın keçmiş prezidenti François Hollande etiraf etdilər ki, heç kim Minsk razılaşmalarını həyata keçirməyi planlaşdırmırdı. Məqsəd Ukraynanın Donbas problemini güc yolu ilə həll etməyə hazırlaşması üçün vaxt udmaq idi. Türkiyə ölkə gündəmindən terror problemi məsələsini tamamilə çıxarmaq hədəfinə doğru qətiyyətlə irəliləyir. Bugün terrorsuz Türkiyə yolunda kritik mərhələ geridə qalıb. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib. Türkiyə lideri PKK-nın buraxılması ilə bağlı qərardan sonra yeni bir səhifənin açılacağına ümid etdiyini deyib. Terrorçular silahları yerə qoyacaqlarını bəyan ediblər. Bu qərarı önəmli hesab edirik. Terror təşkilatı tamamilə aradan qaldırıldıqdan sonra yeni bir səhifə açılacaq. İmperialistlərin planlarına ölümcül zərbə vurulacaq. Qalib gələn Türkiyə və Türk xalqı olacaq. Ərdoğan bəyan edib ki, Türkiyənin dövlət qurumları, o cümlədən xüsusi xidmət orqanları bu prosesin gedişini diqqətlə izləyəcəklər. Qeyd edək ki, PKK terror təşkilatı özünü buraxdığını elan edib. ABŞ İrana yeni sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Belə ki, iki İranlı Məhəmməd Rıza Siddiqi, Sabir və Əhməd Həqiqət Talbı sanksiyalara məruz qalıb. Bundan əlavə Poya Pars Forward texnologiya şirkəti qara siyahıya salınıb. ABŞ prezidenti Donald Trump Qətərin hədiyyə edəcəyi Boeing 747-8 təyyarəsindən imtina etməyəcəyini açıqlayıb. Trump Qətərin hədiyyəsini sərmayə adlandırıb və bildirib ki, ABŞ pulsuz təyyarədən imtina edə bilməz. O qeyd edib ki, Qətər istehsalı olan yeni təyyarə köhnəlmiş bir nömrəli təyyarəni əvəz etmək üçün lazımdır. Mən bunu həqiqətən yüksək qiymətləndirirəm. Mən belə bir təklifdən heç vaxt imtina etməzdim. Demək istəyirəm ki, mən axmaqlıq edib, yox, biz pulsuz təyyarə istəmirik. Bu, çox bahalı təyyarədir deyə bilmərəm. Ancaq mən hesab edirəm ki, bu gözəl jest olardı. Trump qeyd edib ki, prezidentin müddəti başa çatdıqdan sonra təyyarə Ağ Evin ixtiyarına veriləcək. Mən bundan istifadə etməyəcəm. Qeyd edək ki, kütləvi informasiya vasitələrində Qətərin ABŞ-a uçan saray kimi tanınan Boeing 747-8 təyyarəsi hədiyyə edəcəyi barədə məlumat yayılmışdı.